bugünkü video dərsimizdə sizlərlə 8-ci sinif güvən test toplusundan 5-8-ci sinif güvən test toplusundan kvadrat köklər, həqiqətlər mövzusunun testlərinin izahına baxacaq. Gəlin birinci sualdan etibarən başlayaq. Birinci sualda bizə deyilir, kök altında 0 %64 üstə gəl 0,49 çıxılsın 0,36. Dostlar, biz bilirik ki, bu bizdə %64 deməkdir. Bu bizdə %49 deməkdir. Bu bizdə %36 deməkdir. Onda bu zaman buradan 10,8, 10,7 çıxılsın 10,6. Bu isə 1,5 çıxılsın 0,6. Bu isə mənə verir 0,9. İkinci, kök altında 0,81, kök altında 0,25 plus 0,16. Deməli, 0,9 çıxılsın 0,5 plus 0,4. 0,4 üstə gəl 0,4 bərabərdir 0,8. Üçüncü sual. Gəlin baxaq uşaqlar. Üçüncü sualda da yenə eyni qaydayla köklərin hesablanmasına aid 9'da 1 üstə gələk kök altında 2,4'də 1 çıxılsın 0,4'də 4. Çevirirəm. Bu 9'da 1'ə toxunmayacağım uşaqlar. Bunu düzgün olmayan kəsrə çevirəcəm 4'də 9 çıxılsın 9'da 4 və 1 alacağım. 3'də 1, 2'də 3 çıxılsın 3'də 2 bərabərdir. 3'də 1'dən 3'də 2'ni çıxdıq. 2'də 3 çıxılsın 3'də 1, 6'da 7 və salam. Cavabımız olacaq 6'da 7. Dördüncü sual. Eyni qayda ilə gedirik. Yenə baxın. 16'da 9 çıxılsın 1,9'da 7 üstə gəl dövürdə 2,4'də 7 bərabərdir. Aha. Bu 16'da 9. Bu 9'da 16. Bu 2,4'də 7, 9'da 7 deməkdir. Buradan 4'də 3 çıxır. Bu 3'də 4 verir. Çıxıl, üstə gəlinsin. Dostlar, bayaq izah edeyim ki, bunu da tapmaq üçün biz bunu düzgün olmayan kəsr şəklində yazsaq 9'da 25, yəni 3'də 5 verir. Deməli, onda 4'də 3 bu hissəni hesablasaq mənə verir 3'də 1. Bu isə verəcək 12'də 13. Cavabımız B variantı. Gəldik 5-ci suala. İç-içə olan köklərdə uşaqlar yadınızda qalsın, həmişə sonuncu kökdən etibarən başlayıram hesablamalara. Bax buradan. Bu bizə nə verir? 8. 28 üstə gəl 8, kök altında 36, bu isə 6 verir. 6-cı. 52 çıxılsın, kökdə 9 bərabərdir. 52 çıxılsın 3, kök altında 49 bərabərdir 7. Gəldik 7-ci suala. 7-ci sualı ən gözəl işləmək elə üstündə işləməkdir uşaqlar. Gəlin bir-bir baxaq variantlara. Baxın, birinciyə baxıram, fikir verin. Bizdə həmişə uşaqlar 1 var, bizdə yazılır -4 kvadrat, bir də yazılır -4'ün mörtəzə kvadratı. Gəlin bunlar arasındakı fərqə baxaq. Mörtəzə olanda bu mənfinin üstünə həm də mənfiyə aid olur bu kvadrat, həm də 4'ə. Yəni bu müsbət 16 verir. Bu isə bizə -16 verir. Yəni bu bizə verir 3 vurulsun -16. Bu isə -48 edir. Kök altında -48'in heç bir mənası yoxdur. Yəni birinci ifadənin mənası yoxdur. Gəldim. Baxın, bu bizdə -3'dür. Bu bizdə -16'dır. Vurdum müsbət 48. Mənası var. Gəldik. Burada -3. Bayaq dediyim kimi bu bizə nə verəcək? Artıq mörtəzənin kvadratı olduğu üçün 16. Kök altda -48. Deməli mənası yoxdur. Cavabımız olacaq 1 və 2. Getdik növbəti suala. Aha. Eyni sualdandır. Gəlin izah edək. Baxın, mörtəzədə -5'in kvadratıdır. 35 vurulsun 7. Mənası var. Bunu atdıq. Burada -25 vurulsun -7. Bu da bizə müsbət verir. Bunu da atırıq. Deməli, ikinci və dördüncünün mənası yoxdur. Cavabımız D-bədir. Gəldik bu suala. Deyir ki, neçəsi rasionaldır. Deməli, baxın, bu bizdə uşaqlar 9'da 3 deməkdir. Bu rasionaldır. Bu -5'də 9 deməkdir. Bu da rasionaldır. Bu kök altında dövürdə 9'da 4 çekim çeviririk. Yəni buradan da 3'də 2 çıxır. Bu da rasionaldır. Aha, gəldik. Kökdə 5'dən çıxan bir ədəd məlum deyil. Pi irrasionaldır. Bu da irrasionaldır. Deməli, cavabımız oldu 3 dənəsi rasional. Gəldik. Baxın uşaqlar. Bu 90'da 24 deməkdir. Rasionaldır. Bu
yenə rasionaldır. Bu amma mənfi kök altda 9-da 2. 9-da 2-dən çıxan bir ədəd tam bəlli olmadığı üçün irrasionaldır. İrrasionaldır, irrasionaldır, irrasionaldır. Deməli, ikisi rasionaldır. Gəldik. 51-ci sualda uşaqlar. Kök altda 51 ədədi hansı iki ardıcıl tam ədəd arasında yerləşir? Mən kök altda 51-dən əvvəl kökü olan ədəd kökdə 49, kökdə 64. Deməli, 7 və 8. 61-də də eyni qayda ilə kök altında nə yerləşir? 49, 61, 64. Yəni, tam kök çıxan ədədlər. Deməli, 7 və 8. Getdik. Növbəti sual. Deməli, bizə verir ki, A 4K nöqtəsi y bərabərdir x kvadratı. Yadınızda qalsın ki, bizdə birinci nöqtə x deməkdir, ikinci nöqtə y. Gətirdim, qoydum. Onda 4-ün kvadratı bərabərdir k-ya. Onda k-mız nə olur uşaqlar? 16. Eyni qayda ilə bu sualda bu zaman yenə birinci x-dir, ikinci y-dir. Onda k kvadratı bərabərdir 4-ə. Hansı ədədin kvadratı 4 edər? Aydındır ki, 2-nin. Növbəti suala baxaq. Deyir, hansı funksiyanın qrafikinə aiddir? Gəlin baxaq. Birinciyə baxıram. Kökdə 8 bərabərdir 6. Doğrudurmu? Xeyr. C bəylənə baxıram. Kökdə 4 bərabərdir 2. Bəli, cavabım oldu C bəndi. Eyni qayda ilə bu sualda baxsanız D bəndi olacaq. Kök altda 1 bərabərdir 1-ə. 17-ci sualı işləmək üçün uşaqlar kökdə olmayan ədədləri yenidən kökün altına qaytarıram. Məsələn, baxın bura. Bu bizdə kök altında 5,76 deməkdir. Kök altdan 5,76-nı çıxanda müsbət ədəd edir. Baxın, bu bizdə kök altında 3,24-dür. Biz də bu ikisini bir-birindən çıxsaq mənfi ədəd elər. Deməli, bunu da atdıq. Burada kökdə 1,4-ün yenə kök altında 1,96. Kökdə 2-dən 1,96-nı çıxsaq müsbət ədəd edir. Cavabımız olacaq 1 və 4. Eyni qaydada kök altında 1,69 çıxsın kök altda 2. Mənfidir. Götürdük, bizə uyğundur. 3,61 çıxılsın kök altda 3, mənfi deyil, müsbətdir. Atırıq. Bu 6,25 çıxılsın kökdə 6 deməkdir. Atırıq. Çünki mənə mənfilər lazımdır. Cavabım olacaq 1 və 3. Aha. Gəldik 19-cu suala. 19-cu sualda uşaqlar. Köklərin dərəcəsi eynidirsə, biz onu bir kökün altında yaza bilirik. Yazdıq. Sonra 48-in əvəzinə bilirsiniz ki, 12 vurulsun 4 yaza bilirik. Onda 2 dənə 12-dən kökdən 12 çıxar, 4-dən də 2 çıxar. Cavabımız olar 24. Bir kökün altında yazırıq 18 vur 8. Bunu yazıram 9 vur 2. Vur 8. 2 vur 8 sizə 16 verir. 16-dan 4 çıxır, 9-dan 3. Cavabımız olur 12. Burada isə 25, kök altda 0,136, kök altda 1,44. Deməli, 5 vur 0,6 vur 1,2 şəklində cavab alırıq. 3, 3,6. Yəni, cavab deməlidir. Aha, 16-dan 4 çıxır. 0,5, burada isə 1,1. 4-ü 0,5-ə vuranda 2, onda burada 1,1-ə 2,2. Getdik növbəti suala. Kvadratlar fərqinin düsturu kök altındadır. Deməli, mən onu açacağım. 37 çıxılsın 12, 37 plus 12 bərabərdir. 25 vurulsun 49. Bu isə 5 vurulsun 7, yəni 35 deməkdir. Eynisi 65 minus 16, 65 plus 16. 81 vurulsun 49, aha, 9 vur 7 bərabərdir 63. Növbəti sualın həllinə baxaq. Mənfi küssü 4 uşaqlar. Bilirsiniz ki, eləyir 16. 16 vurulsun 5-in kvadratı. 16-dan 4 çıxır, buradan 5, cavabım olur 20. Eyni qayda ilə bu müsbət 5 üssü 4 eləyəcək. 2-nin kvadratı, buradan 5-in kvadratı, buradan 2, cavabım olur 50. Böyükdür A. Deməli, moduldan burada A kvadratı çıxır. Üstə gəl A vur, modul A. Deməli, A böyük sıfırsa bu modulun da işarəsi müsbətdir, bu da. Onda olduğu kimi çıxırlar. A kvadrat, A vur A, A kvadrat, üstə gəl A kvadrat, bu isə 2A kvadratı edir. Getdik növbəti sualın həllinə. Eyni qayda ilə A, buradan modula, buradan modul A kvadratı. Müsbət olduğu üçün bu da müsbət, bu da müsbət. A kvadrat
çıxılsın a kvadrat bərabərdir 0. 2 vurulsun modulda 2a. Gəlin modulun işarəsini təyin edək. A-mız mənfi ədəd olduğu üçün modulun işarəsi mənfi olacaq. Mən onu əks işarə ilə çıxardacağım. Bu zaman cavabım eləyəcək -4-a. Getdik. 30-cu sualda da eyni qaydadır. 3 vurulsun modulda 3a. Modulumun işarəsini təyin edirəm. A kiçik 0-ca modulun işarəsi nədir? Mənfi. Bu da -9a-nı verəcək sizə. Aha, gəldik burada. Baxın, birinci ifadədən modulda kökdə 2 plus 3 çıxır. Burada modulda kökdə 2 minus 3 çıxır. Gəlin modulun işarəsini təyin edək. Mən burada modulun 3'ü bilmədim. Kökdə 2-dən nə çıxır bilmirəm, amma 3'ün yerinə kökdə 9 yaza bilirəm. Eyni qayda da burada. İndi gəlirəm. Lorud desək, kökdə 2 ilə kökdə 9 toplasaq, hər ikisi müsbət olduğu üçün müsbət. Burada isə kökdə 2-dən kökdə 9'u çıxsaq, necə də alarıq? Mənfi. Müsbət çıxan modul olduğu kimi çıxır, mənfi çıxanı isə əks işarə ilə çıxardırıq. Yəni 3 minus kök altda 2. Kökdə 2'lər getdi, cavabım oldu 6. Eyni qayda. Kökdə 3 plus 2 çıxılsın 2 minus kökdə 3. Deməli yenə 2'lərin yerinə kökdə 4 yazıram. Uşaqlar 4'dən 3 çıxanda müsbət ədəd, bu isə yenə müsbət ədəd. Olduğu kimi çıxır. Ancaq burada uşaqlar, burada da olduğu kimi çıxır. Sadəcə modulumun qarşısında minus olduğu üçün ifadəni mörtəzədə saxladım. Qorumaq xarakterli. Çıx 2 üstəgəl kök 3. 2'lər getdi. Cavabımız oldu 2 kök 3. Aha, vurğu kök işarəsi altına saxır. Mənfini saxlayıram. 3'ü salıram. 3'ün kvadratı vurulsun 5. Bu isə eləyir 9 vurulsun 5 bərabərdir mənfi kök altda 45. Eyni qayda mənfi 50 eləyər burada da. Gəlin 35-ci suala baxaq. 35-ci sualda 2 kök altda 12 üstə gələk. Yəni birbaşa gedək. Kökdə 12'nin yerinə uşaqlar 4 vurulsun 3 yaza bilirəm. Burada 3 kök altda 27. Yerinə 9 vurulsun 3 yaza bilirəm. Bu isə 16 vurulsun 3 yaza bilirəm. Gəlib deyirəm. Deyirəm ki 16'dan kök çıxan ədəd, 9'dan kök çıxan ədəd, 4'dən də kök çıxan ədəd məlumdur. Onda mən bu ifadəni belə yazıram. 2 vuraq 2 kök altda 3. Üstə gələ 3 vur 3 kök altda 3 çıxılsın 4 kök altda 3. Yəni 4 kökdə 3, 9 kökdə 3 çıxılsın 4 kökdə 3. 4 kökdə 3'ləri bir-birindən çıxanda nə qalır? 9 kökdə 3. Gəldim. 3 bunun yerinə 8'in yerinə 4 vur 2. 18'in yerinə 9 vur 2. Üstə gələ 3, 16 vurulsun 2 yaza bilirəm. Deməli, yenə bayaq dediyim qaydanı burada da riayət edirəm. Deyirəm ki, uşaqlar 4'dən çıxan ədəd, 9'dan çıxan ədəd, 16'dan çıxan ədədlər məndə məlumdur. Yəni 3 vur 2 kök altda 2 qalacaq. Çıxılsın 3 kök altda 2, 3 vur 4 kök altda 2 bərabərdir. Burada 6 kök altda 2, 3 kök altda 2 plus 12 kök altda 2. 6'dan 3, 3, üstünə 12, 15 kök altda 2. Getdik növbəti ifadəyə. Uşaqlar, bu tip sualları görəndə çox uşaq adətən qorxur. Qorxmağa ehtiyac yoxdur. Adi, A plus B'nin mörtəzə kvadratını necə açıramsa açacağım. A kvadrat plus 2AB plus B kvadrat. Onda kök 3'ün kvadratı 2 vur kök 3 vur kök 2 üstə gələk kök 2'nin kvadratı. Çıxılsın 24'ün yerinə isə 4 vurulsun 6 yazıram. Və yadınızdadırsa biz demişdik ki kökdə A'nın kvadratı bizə nə verir? Elə A'nın özün. Onda bu bizə verəcək 3. Bu bizə verəcək 2 kökdə 6. Bu bizə verəcək 2. Bu isə 2 kökdə 6 deməkdir. 2 kökdə 6'lar getdi. 3 üstə gəl 2, 5. Getdik 38-ci sualın izahına. Aha, eyni qaydada. Kökdə 5'in kvadratı. Üstə gələk kökdə 6'nın kvadratı. 2 kökdə 5 vur kökdə 6 çıxılsın. Deməli bunu da yerinə yaza bilərik biz. Deməli 12 vur 10 yazarıq 4 vur 30. Aha. Bərabərdir. Bu 5 üstə gəl 6 2 kök altında 30 minus 2 kökdə 30. Getdilər. 5 üstə gəl 6 sizə verdi 11. Bu isə
x kvadratı 15'in yerinə kökdə 15'in kvadratı yaza bilərəm. Onda bunu x minus kökdə 15, x plus kökdə 15 kimi aça bilirəm. 21 çıxılsın x kvadratı. Mən bunu kökdə 21'in kvadratı, x'in kvadratı. Kökdə 21 çıx x, kökdə 21 plus x kimi yaza bilirəm. Məxrəcin irrasionallıqdan azad olunması. Bu zaman uşaqlar məxrəci qoşulmasına vururam. Yəni özünə vurdum. Bu bilirsiniz ki, eləyəcək 5 kökdə 3. Bu eləyir kökdə 9. Yəni 3-də 5 kökdə 3. Eyni qaydada bu sualda da kökdə 5'ə vururam. Sürətdə vururam ki, qiyməti dəyişməsin. Bu bizə verir 5. Bu isə 7 kökdə 5'i verir. Getdik növbəti sualın həllinə. Burada isə uşaqlar qoşmasını tapanda, gəlin burada izah edeyim. 1 bölünsün, kökdə 5 çıxılsın, kökdə 2. Bunun qoşması uşaqlar plusu ilə olacaq. Yəni kökdə 5 plus kökdə 2. Surətdə də yazdım. Kökdə 5 plus kökdə 2 bərabərdir. Bu mənə verir kökdə 5'in kvadratı çıxılsın kökdə 2'nin kvadratı. Kökdə 5 plus kökdə 2. Bu isə bizə verir 5 minus 2 kökdə 5 plus kökdə 2. Yəni kökdə 5 plus kökdə 2 bölünsün 3. Eyni qayda ilə 44-cü sualda da eləyəcək. Yəni mən bunun qoşması kökdə 5 minus kökdə 3'ə vuracam. Sürəti də vuracam. Bu olacaq kökdə 5'in kvadratı çıxılsın kökdə 3'ün kvadratı. Kökdə 5 çıx kökdə 3. Bu isə verir 5 çıx 3 kökdə 5 çıx kökdə 3. Cavabım olacaq 2-də kökdə 5 çıx kökdə 3. Aha. Qeyri hansı doğru deyil? Cavabımız bu bəndə olacaq. Bu doğrudur, bu da doğrudur, bu da doğrudur. Burada niyə görə doğru deyil? Biz A üstü N-i, B üstü M-i o zaman uşaqlar belə yaza bilərdik. Yəni ümumiyyətcə bunların ikisi də ya N ya da M olardı. Məsələn N olsaydı A vur B üstü N. Amma müxtəlif dərəcə olanda bizim belə bir düsturumuz yoxdur. Gəldik, baxıram. 3 üstü mənfi 2 baxaq. Baxın, bir göstərim sizə. Mənfi 2 plus 4, bu sizə verir 3'ün kvadratı. Okey. C variantı 8'in kvadratı vurursun 2 üstü mənfi 6. Bu bilirsiniz ki, 2'nin kubu üstü 2'dir. Yəni 8'in yerinə 2'nin kubu yazdım. 2 üstü mənfi 6. Bu isə 2 üstü 6 vur 2 üstü mənfi 6. Toplayanda 2 üstü 0 eləyəcək. Yəni 1. Bu da doğrudur. Gəldim, bura baxdım. Baxaq. Burada 3 üstü mənfi 4 vurulsun 3 üstü 4. Bu 3 üstü 0 eləyir. Bu 1 eləyir. Amma cavab nə verir? Cavab D bəndidir. Standart şəkildə göstərin. 400 min ədədini. Aha, vergülü gətirib mən düz burada qoysam, olacaq 4'dan. Neçə ədəd gəldim? 5 ədəd. 10 üstü 5. Qiymətli hissəni tapın. Qiymətli hissəm 4. Tərtibi soruşsaydı cavabınız olacaqdı 5. Eyni qaydada burada. Gəldim. Baxın uşaqlar. Gəlib bura qoymalıyam ki, ədədim qiymətli hissəm 1 ilə 10'un arasına yerləşsin. 2,5. 2,5 vurulsun 10 üstü. 10'luq kəsr olduğu üçün mənfi 3 yazıram. Tərtibi olacaq nə? Mənfi 3. Getdik növbəti sualın həllinə. Aha, gəlib düz mürtəzənin içindən vurma əməlindən başlayıram. Birinci, bu 1 bölünsün 10 üstü 2 deməkdir. Yəni, bu oldu 2 bölünsün 100, yəni 0'dan %2. Deməli, misal belə oldu. 5 minus 5 vurulsun, 1 çıxılsın 0'dan %2. Bərabərdir. 5 minus 5 vurulsun 0'dan %98. Bərabərdir. 5 çıxaq. Gəlin belə eləyək. 5'i ortaq vur kimi çıxardaq təzədən. 1 minus 0'dan %98 yazaq. 5 vurulsun 0'dan %2. Bu isə bizə verər 0,1. Cavabımız cəbəndir. Aha. Gəldik. Yəni bu sualı buradan silək ki, bu rəqəmi görüm. Aha. Baxıram ki, surətdə 10 üstü mənfi 8 vuruğu var. Çıxartdım. 0'dan %45. Üstə gəlsin 0'dan %9 qaldı. Məxrəcdə də uşaqlar nə edirəm? O 10 üstü mənfi 9'u çıxardıram. Yəni 10 üstü mənfi 8'i çıxardım. 10 üstü mənfi 8'i çıxardıram. Qalır 0,9 vurulsun 10 üstü mənfi 1. Üstə gəl 0'dan %9 və salam. 10 üstü mənfi 8'lər getdi. Bu oldu 0'dan 459. Bu isə
0,9 üstə gəl 0,9. Bu mənə verir, bu 0,459 kimi qalsın. Bu mənə verir 0,18. Bu isə məndə uşaqlar vergülü açsam 459 bölünsün 180 deməkdir. 9-a bölsəm burada 20, 9-a bölsəm 51 və yaxud da 2,20-də 11 cavabını alacağım. Hesablamalarım düzdür. Necə deyərlər? Yəqin ki, burada cavablarda da səhv ola bilər. Getdik. Hansı ədədin əksindən 6 vahid böyükdür? Aha. Məsələn, 4-ün əksinə gəlin baxaq. -4. -4-ün üzərinə 6. Aha, bircə saniyə. Hansı ədəd əksindən 6 vahid böyükdür? Məsələn, 4. -4-ün üstünə 6 gələndə alınırmı? Xeyr. Məsələn, 3. -3-ün üzərinə 6 gələndə alınırmı? Bəli. Cavabımız olacaq B bəndi. Sual biraz qəliz qoyulub. A və B nöqtələr arasında məsafə dedikdə son nöqtədən başlanğıcı çıxacam uşaqlar. 9 çıxılsın 5 bərabərdir 4-ə. Aha, AC məsafəsi ilə BD məsafəsinin cəmini tapın. AC, deməli A-dan C-yə məsafəyə gəlin baxaq. Bu 1, 2, 3 nöqtəsindədir. Bu 4, 5, 6 nöqtəsindədir. -1, -2, -3, -4, -5, -6. Deməli, AC məsafəsini tapanda uşaqlar dedik sondan başlan. 3 çıxaq -6. Bu oldu 9. BD məsafəsini gəlin tapaq yenə. Sondan çıxıran başlanğıc. 6 çıxaq -4. Bu isə 10. 9 ilə də 10-un cəmi 19. Gəldik. Necə deyərlər? 54-cü suala. Bu da çətin tipli suallardan gedir. Aha. Deməli, burada çıxartdım kökdə 2 minus 3. Buradan çıxartdım kökdə 2 minus 1. Buradan çıxartdım pi minus 3. Və bayaqdan işlədiyimiz tipdə modulların işarəsini təyin elə. Müsbət. Bunu yenə kökdə 9 yazsaq, mənfi. Deməli, 3 çıxılsın kökdə 2. Bu olduğu kimi qalır. Bu da olduğu kimi qalır. Sadəcə möhsəzənin qabağında mənfi olduğuna görə işarə dəyişir. Götdülər. 6-dan çıxdım biri 5 minus pi cavabını alırıq. Gəldik bura. Uşaqlar, bu sualda belə deyim, qoşmalarına vurub tapsaq, A olacaq bizdə 1 bölünsün kökdə 14 plus kökdə 13. B olur 1 bölünsün kökdə 13 plus kökdə 12. C olur 1 bölünsün kökdə 15 plus kökdə 14. Lorusu ilə deyirəm sizə uşaqlar. Bu belə deyim, 1 bölünsün 29-dur, bu 25-dir, bu da 27-dir. Sürəti eyni olan kəsirlərdə nə qaydası deyilir? Məxrəci kiçik olan böyükdür. Ona görə B böyükdür A-dan, o da böyükdür C-dən. Ardıcıl hansı? Bu tip sualları işləyəndə uşaqlar 7-ni mütləq təzədən kökün altına qaytarıram. 7-nin kvadratı vur 3. Yəni 49 vurulsun 3, yəni kök altında 147. Dediyim kimi bundan əvvəl kök olan ədəd 144-dür. Bundan sonra kökdə 169-dur. 12 və 13-ün arasında yerləşir. Toplayanda 25 alarsınız. Aha, gəldik burada. Yoxluyuruq. Baxın, məsələn, bu kökdə 16-dır. Bu da kökdə 25-dir. Bu okeydir. Məsələn, bu kökdə 9-dur. Bu kökdə 16-dır. Okeydir. Bu kökdə 4-dür. Bu kökdə 9. Yəni bu 2 ilə 3-ün. Bu arada varmı bu ədəd? Xeyr. Cavabım olur B bəndi. Getdik. Aha, arasında neçə tam ədəd yerləşir? Deməli, uşaqlar, burada olacaq -2, -1, 0, 1, buradan da 2, 3. Yəni 6 dənə tam ədəd yerləşir. Əksi ilə tərsin. Əksi uşaqlar bu ədədin nədir? 3-də 1. Tərsi nədir? -1-də 3. Yəni -3. 3-də 1 çıxılsın -3. 3-də 1 plus 3. Bu isə 3-dən 3-də 1 verir. Yadınızda qalsın uşaqlar. Tərs tapılanda işarə dəyişmir. Getdik növbəti sualın izahına. İrəsionaldan azad edin. Yenə
qoşmasına vuracağım. 2 kökdə 5 plus kökdə 12 və bu sürətə də vurulacaq. 2 kökdə 5 plus kökdə 12. Deməli uşaqlar, məxrəcim nə olacaq? Olacaq 2 kökdə 5-in kvadratı çıxılsın kökdə 12-nin kvadratı. Bu isə 4 vurulsun 2 kökdə 5 plus kökdə 12. Bu mənə verir nə uşaqlar?